Herkese salamlar dostlar. Bugün Driving Zone'a devam ediyoruz. Bugün dostlar Driving Zone'da artık bu maşını almamızın zamanı geldi. Dün biraz pul kasmıştım ve bu maşını aldık. Yeni maşınımız xeyirli olsun. İndi bunlara bir tane fikirləşək. Bir tane rəngə baxaq görək rənglərdən. Sarı olsun. Bu maşını sarı koyduk. Tekerləri ala təkər məkəri fark eləməz. Bu da dursun belə. İndi hansı yola girsək? İlk yol hansı? Burada bir dənə birinci yol baş seçək. Bu da belə saatlarda oynayaq. 14-15 arası. Bir dənə bu denk gətirə bilsəm az 00'a. Dur. Ha 15-10'a denk gətirəmirəm. Ha oldu. İndi oynayaq. O dəqiqədə reklam ya. O dəqiqədə reklam yəni. O içine bakın, içindeki görünüşe bakaq. Oba. O maşın görünüşüne bakın. Ve bir işıqlar yandıraq. Görünüş belədir. Ne hazırsa başlayaq sürüşünətə. O da maşının ötə aşağı üstü. Sonraki maşını da aldık sizlərə. Nizasına tərdi. Səs çıxmır maşından. Ama yenə də hızlı da. O oynaki sonuncu maşını idi. Bu da içi də belə qəşəng. Arxa qoltuqlar da qəşəng. Bu maşını alacağım demiştim ama bu da oynaki sonuncu maşınımız oldu. Ve bu da maşınımızın ilk qəzası. Geçmiş olsun. Bir dənə yerdə başladı. Deyim ha. Böyle bismillah ince aldık ham maşını. O oynaki son maşınımız idi bu. Yəni o dəqiqədə bitmədi. Bəzi özelliklərimiz var hələ bu oyunda. Yəni bəziləri bölümlər çəkəcəyik. Onlar da çəkəndən sonra ancaq işte bu oyunu belə bitirmiş olacaq. $1280 skor falan oldu. Oynaki pulumuz yenə qalxır 22.808'dir. İndi 23.411 oldu tez. 23.618. İndi mən baxsın 638 oldu tez. Bu oyuna tezliklə qəşəng pul kasılır ha. $1253. Aha qəzayla oldu yani. Ha maşın qapısını əzdim ya. Pis oldu vallahi pis oldu. Axırıncı maşını çox qəşəng görürük. Axırda qəza oldu. Yəni dostlar bu oyun inandığımızdan da bəzi maşınların hamısını bitirdi. Bəzi yox, hamısını bitirdi. 18 dənə maşının hamısını aldıq. Axırda beləsinə qutardı. Tüm maşınları aldıq bu oyunda. Bu arada bu da sarı olmasa belə dur. Bir dənə qara gitməkdə. Ha, bu oldu qara. Bu da oldu sarı. Daha şeye girək, qarlı havalara. Reklamda da bir dəqiqə bizi bir bıraxsalar. Yəni reklam çox da. Devir reklam dolu. Maşın elə bir ki baxıram elə başda. Ha bir dənə hərəkət eləyib bax. İndi bax qaza basıram. Sizə eşidirsiniz niyə elə eləyib bilmirəm ha. Onun için en şeyi deyə bilərik hər halda. Supers'də basmaz falan var. Yəni axırıncı maşın da gedişi belə idi.
İndi mən bir dəfə bir şey demişdim gəldəki videosundakı bu oyunda işıqların özü axşam olanda yana bilir. İndi bir dənə ona da baxaq. Bu gün indi baxa bilsək, inşallah qəza eləməsək. Ona da bir dənə baxacağam hələ. Aya, qabağıma niyə çıxdın? Abi, qabağıma niyə çıxırsınız? Bana axırıncı qəzan eləməyək. Ama maşın görünüşdən tut hər şey qəşəng. Yəni oyunda sadəcə bir dənə pulla maşınlar ala bilirdi o. Bəzi şeylərin hamısını pulsuz elə bedava bir şeyin öz müşkünü aldım elə. Nə var ki başqa? Nə var ki? Dronezondan hələ bəzi oyun videoları olasıdır. Onlar dediyəndən sonra bitirmiş olası yox. Bitirmiş olası yox. Allah. Ne oldu orada elə? Ha, maşının durumuna bax. O deyil, bu arada maşın yandığının özünü gördüm. O səs 41 yandı ama mənim maşınımın durumuna bax. Ha, orada durduq yerə, nə oldu elə? Ne oldu orada durduq yerə? Bu axırıncı maşın da efsaneymiş ha. Axırıncı maşın da efsane çıxdı. Yəni o qədər dedim. Ama axırıncı maşının hamısından da efsane də. Şu koltuklara bax, arxa. Ha maşının adını bax. Ha maşının adını bilənlər yoruma yazsın zəhmət olmasa. Bu maşının adı nədir? Yoruma yazarsınız bunu da. Cüneyt olsa bu oyunu da yaxında final eləyəcək. Az zamanımız qaldı. Ufaq bir dənə belə cəza sonra gecə saatlarında sonlandıracaq. Bu maşın üçün eyni şey deyən mənəm. 271, bax 273 falan gedir bu maşın. Oo, hamı getdi gələn hıza bax. Maşın yəni gör neşi ilə gedir. 275-i də ötdü. ...1145'te skor oldu. Bu qırağa çox çıxmayayım. Qırağa çıxsam vallahi uçacağım. Yavaş-yavaş havanın qaraldığını da görürük indidən. Yəni indidən hava qaralır. Və qar fırtınası, indi yağan qarda görə bilirik. Yəni yağan qarı gündüzləri yox bu oyunda. Ancaq ki gecələri görə bilirəm. Demişim ki işığım yenə bu arada özü yandı. Yəni nə istərimiz yandırıq, nə bir şey də. Bu oyunda hər şey özüdür yəni, hər şey. Dediğim kimi yani biraz da bu oyunda oyun maşınlar falan alaq eləyək. Ardından da nətər olsa bu oyunu final eləyəcək yaxında.
Demişim ki bir dənə qəza elədim. Olmadı. Oyunda hal-hazırda gecə oldu. Şimdi biraz da çətinləşəcək kimi. Təxmini nə vaxt final eləyəcək bu oyunu? Axırda da ona bir dənə açıqlamasını eləyəcəm. O da Qarabağda çay yaxır. Qarabağ nə çay yaxır? Bu da belə normal bir saat. Oyuna bir dənə güncələmə olaraq elə bir dənə bu cəhətdə elə belə şey. Hər halda elə bu cəhətdə oyuna. 123.000 pulum oldu. Haydi şeye bastım da familya. Ah koltuğa da heç nə görsənmir. Neyse daha yavaş yavaş burada bu yerde söndürək. Saatimiz tam 12 olsun ki böyle bitirək. Ay qəza etdik. Ona da çırpıldı falan. Yine bu tarafta biraz zarar dəydi. Daha dostlar, bu da gecemiz, bu da videomuzun sonu. Dediğim kimi yani bu oyunu ne zaman final eləyəcək? Hardasa bir yaxınlarda, ya noyabrın 14 və ya 15 falan bu oyunu bitirəcək. Birbaşa yəni bütçələ bəzi bölümlər var. Onları da həll elədikdən sonra yəni bu oyunda heç bir işimiz bizim yoxdur. Yəni bu da oyundakı son maşınımız idi. Oyundakı bütün maşınları aldıq hardasa. Baxın bütün maşınlarımız var oyunda. Bunların hamısı var. Yaxında da bir bax, yaxında bu bir də bu ikisi yaxında videosu gələcək. Onlar haqqında da fikirləşdik. Kalevajin haqqında da gələr bir dənə. Bu da oyundakı son maşın. Sonraki videolarda görüşmək üzrə.